Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Deməli, əziz qardaşlar, biz gözəl, əzəmətli bir kitabı keçirik. Hansı ki, deyirik, elm nədir? İkinci hissə ki var. Peyğəmbərini öyrənib tanımaq, biz elə o hissəni götürürük. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin xislətləri. Əbu İsa Ət-Tirmizi rahiməhullahın biz Şəmail-i Muhammediyyə kitabını götürürük. Yəni, Muhammed sallallahu aleyhi ve sellemin xislətləri. Yəni, bunu biz öyrənməklə özümüzü Muhammed sallallahu aleyhi ve sellemə oxşadırıq. Yəni ki, lazımsız, mənasız adamlara, insanlara, məxluqlara yox. Allahın Peyğəmbərinə oxşatmağa, onun davranışları ilə, onun hərəkətləri ilə, onun əməlləri ilə getməyi, onu özümüzü oxşatmağa çalışırıq. Və biz də öyrənəndən sonra, yəni bu da görsə elmdir. Sən həm insan Peyğəmbər sallallahu aleyhi ve sellem niyə öyrənir? Daha çox sevsin, daha çox itaət eləsin. Və qadağaları gələndə, qadağaları düzgün yolunda başa düşüb və o qadağalardan çəkinsin. Çünki bəzən insanlar deyir ki, mən buna çatmır, mənə bu Peyğəmbər sallallahu aleyhi ve sellem hansısa bir qadağanı eləyir, və yaxud da nəsə bir, mənə bu məsələ çatmır. Sənə nətər məsələ çatmır? Peyğəmbər sallallahu aleyhi ve sellemdən deyirsən ki, mən Peyğəmbəri öz anımdan, atamdan, öz canımdan, övladımdan, malımdan, dövlətimdən çox istəyirəm. Yəni sən nətər bununla hamısı, yəni səni dünyaya gətirən Allahın izni ilə valideynlərindən çox istəyirsənsə, yəni deyək ki, bir insan valideynlərin sözündən çıxmır da. Yəni nətər olur ki, sən Peyğəmbər sallallahu aleyhi ve sellemdən gələndə, bəzən sən ağlına uyğun olmayanda, çətin başa düşəndə, elminin zəifliyindən səbəbilə deyirsən ki, bu mənə çatmır. Mən bunu dərk edə bilmirəm. Bu niyə belədir? Bu niyə elədir? Yəni bəzən hikməti açıq olmayanda insan nə etməlidir? Öz ağlını, öz elmini ittiham eləməlidir ki, mən elmdə bu barədə zəifəm. Yəni bir də ki, hər şeyə elə məcbur deyil ki, mütləq deyil ki, hər şeyin şəriətdə hikməti bildirilsin bizə. Bəzilərin hikməti bildirilibdir, bəzilərin isə hikməti bildirilməyibdir. Bu da insanların imanını yoxlamaq üçündür. Bəli, bəli. Yəni sən nətər, bax bilirsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sən öz valideynindən çox, öz canından da çox istəyirsən. Deməli elədirsə də sən nə etməlisən? Sonra tabe olmalısan da, qardaş. Yəni nəfsindən sən onu çox istəyirsənsə, və sahabelər nə edir? Öz canlarını Peyğəmbər sallallahu əleyhi və səlləmin yolunda fəda verirdilər. Sahabə hansı Uhud döyüşündə Peyğəmbər sallallahu əleyhi və səlləmə atılan nizənin qabağına atır, özünün boğazı yarılır, şah damarı deşilir, kəsilir. Yəni özünü fəda eləyir Allahın Peyğəmbərinin yolunda. Öz canını, yəni öz canından keçir ki, Allahın Peyğəmbərini. Yəni deməli onu Peyğəmbəri, Allahın Peyğəmbəri öz canından çox istəyir. Deməli əgər belədirsə də onun gələn bütün əmrlərinə qabağına heç bir sorğu-sual qoymadan, gələn bütün qadağalarına qarşısında heç bir sorğu-sual qoymadan, niyə, nə cür, niyə, nətər, heç bir şey etiraz etmədən insan nə etməlidir? Əgər o mənbə səhih gəlibdirsə də, Qurandan və səhih mənbə hədislərdən gəlibdirsə, insan təsdiqləməlidir, qəlbində ona qarşı heç bir narahatçılıq, sıxıntı keçirməməlidir. Ondan sonra da əgər gücü çatırsa, gücü çatan bir şeydirsə də etməlidir. İnsan onu etməlidir. Amma mən bunu başa düşmürəm. Niyə bizdə biraz belədir, bizdə elədir, belə şey artıq düzgün deyildir, artıq onda insan deməli problemi var. Yəni elə olanda insan dərhal neynəsin? Öz ağlını mı, öz elmsizliyini mi ittiham eləsin ki, yəni mənə ola bilsin ki, mənim elmim çatmır buna. Hələ mən bunu yaxşı başa düşməmişəm. Və hər şeydən əvvəldən neynəsin ki, deməli mən canımı, Peyğəmbəri canımdan çox istəyirəm, valideynlərimdən çox istəyirəm. Yəni necə olur bu gəlir mən, yəni sahabələr canını Peyğəmbər sallallahu əleyhi və səlləmin heç nə olmasın deyə canını qabağa verirdilər döyüşlərdə. İstəyir, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ac qalmasın, mən ac qalım. Nətər, yəni onu bax, biz onların həyatını öyrənəndə, həm Peyğəmbər sallallahu əleyhi və səlləm, həm sahabənin həyatını öyrənəndə artıq biz məsələni elmlənirik, məsələləri doğru düzgün başa düşürük. Artıq nəsə əmrdən, qadağadan gələndə də problem yaşamırıq. Deməli, əziz qardaşlar, bugünkü götürəcəyimiz mövzu 8-ci fəsildir. Deyir müəllif Tirmizi rahimehullah deyir ki, Bəbu mə cəfi libasi Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Rasulü sallallahu aleyhi və səlləmin libası barəsində varid olanlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin geyimi, libası nə formada, necə olubdur? Yəni şəriət bizə bu barədə nə buyurubdur? Deməli, əziz qardaşlar, qısa bir izah verin bu başlığa. Deyir, İmam Əbu İsa Ət-Tirmizi rahimehullah bu fəsildə Peyğəmbərin sallallahu aleyhi və səlləmin geyiminin nə cür olduğu, onun növlərini, hansı libası və nə rəngdə olan geyimi sevdiyini xəbər verən hədisləri varid etmişdi. Bura yığıb toplamışdı.
Libasa gəlincə qeyd etmək lazımdır ki, bunun da hökmü saç düzümünün hökmü kimidir. Biz saç düzümü barəsində keçmişik. Yəni adam istədiyi paltarı geyinə bilər. Paltar məsələsində şəriət əlhəmdə biz asanlıq veribdir. Əsl odur ki, icazədir, halallıqdır. İndi bəzi yüngül, az belə istisnalar var. Demək ki, libasın əsli halaldır. Bu xüsusda Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İsrafa yol vermədən, yəni həddi aşmadan və təkəbbürlük göstərmədən yeyin, için, sədəqə verin və istədiyiniz geyimi geyinin deyir. Hədisi Tirmizi və bu hədisi İbn Məcə rivayet edir. Bu yəni ki, fəslin altında olan hədislər deyil. Elə bil ki, başlığı fəsli olan izahdır hələ ki. Sonra inşallah mövzuyu konkret o hədisləri götürəcəyik. Və deyir ki, hər bir məmləkətin özünə məxsus adət ənənəsi, uyğun geyimi vardır ki, o yerlərdə yaşayanlara oradakılar kimi geyinmək daha məqsədə uyğundur. Onu da qeyd etmək edək ki, yad bir ölkənin geyimini geyib bu sünnədir demək İslam şəriətinə müvafiq rəy deyildir. Yalnız İslam şəriətinin qadağan etdiyi geyimlərdən başqa. Yad ölkənin, məsələn, ərəb ölkəsinin sən paltarını gətirib geyinib burada deyirsən ki, onu sünnə kimi görmək, bəzən o ərəblər geyinirlər, o cələbiyə deyirlər. O paltarları qardaş geymək sünnədir. Peyğəmbər sallallahu əleyhi və səlləm indiki ərəblərin geyindiyi paltarı geyinməyibdi. Nə də başlarına kimi taxırlar, o şumakçı deyirlər. O qırmızı rəngdə və ya ağ rəngdə belə zolaqlarla Peyğəmbər sallallahu əleyhi və səlləm əmmamə taxıbdı. İndiki ona riayət edənlər Sudandakılardır demək olar. Geyindiyi geyim indiki Saudi Ərəbistanın, hansı Məkkə Mədinə cəmaatının geyimi tam o formada deyildi. İndiki Yəmən cəmaatının geyimini oxşuyur. Əmmaməsi Sudandakı əyin geyimi isə, baş geyimi, Sudan əyin geyimi isə nədir? Yəmən cəmaatına oxşuyur. Amma görürsən orada elə deyil. Bu dəyiş tədricən sonra dəyişirilibdir. Amma sən get Ərəbistanda, Mədinədə, Məkkədə geyinən cəmaatın paltarını gətir. Burada deyək ki, bu sünnəyə uyğundur, sünnə sahabələrin, peyğəmbərin geyimidir, sünnə peyğəmbərin sahabələrin geyimidir. Yox. Görsən heç onlar da bu dəqiqə Peyğəmbər sallallahu əleyhi və səlləmin onlar başa düşüb. Çünki alimlər, yaşayırlar, orada başa salırlar, bilirlər ki, o geyim deməli elə deyildi. Peyğəmbər sallallahu əleyhi və səlləm biz saçı barəsində də danışanda dedi ki, saçı uzatmaq Peyğəmbər sallallahu əleyhi və səlləmin o qövmdə elə olduğunu, o tayfa cəmaət saçlarını uzadırdı dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm də o məsələlərdə nə qədər şəriətə müxalif şey yoxdur. O məsələlərdə onlarla eyni gedirdi. Amma görsən bir nəfər gəlir, görsən üzünü qırxıb bığı, yekə bığı olur. Peyğəmbər sallallahu əleyhi və səlləm o deyir ki, niyə deyir ki, bizim ağamız belə buyurubdu. Deyir, mənim Rəbbim belə buyurubdu. Ki, saqqalı uzadıb, bığı qısaltmağa buyurubdur. Görsən, onda neynəmir onlara? Onlarla eyni getmir Peyğəmbər sallallahu əleyhi və səlləm. Allahın buyurduğu kimi. Amma nə ki, belə Allah Taala icazə verir. Yəni şəriət o barədə danışmayıb, insanların ixtiyarına buraxıbdır. Ona görə insan öz yaşadığı yerdə insanlara müxalif olmasın, qeyri-adi olmasın, barmaqla göstərmək kimi olmasın. Onsuz ki, bu dəqiqə bəli, urfa uyğun gəlməlidir. Onsuz ki, müsəlmanlar hər yerdə bu dəqiqə qəribdirlər. Onsuz ki, bəzən görsən bilməyən, dindən xəbərsiz adamlar çox təəssüflər olsun ki, özünə müsəlman deyən insanlar belə danışırlar. Öz müsəlman qardaşlarına, öz dindaşları barəsində belə şeylər danışırlar. Başqaları danışmağa təəccüblü deyil də, yəni onsuz ki, o müsəlman deyil, nifrətindən dolayı, nə bilim hansısa da səbəbdən dolayı belə danışır. O onsuz o lazımsız bir şeydir. Amma müsəlmanın özünə müsəlman deyib sonra belə müsəlman barəsində danışması bu eyibdir. Yəni bu düzgün deyil. Sonradan da bəzi insanlar da bunu, bəzi o geyimləri gətirib başqa yerlərdə bizim bu cəmaatın geyiminə uyğun olmayan formada gətirib təqdim eləyəndə bunlara artıq çox təəccüblü, çox qəribə gəlir artıq. Onsuz da ki, deyək ki, insanların bu dəqiqə içində saqqal deyək ki, artıq biz indi Sovet nəyin altında, əsarətin rejimin altında qalmışıq 70 ildən çox və ya 70 ilə yaxın. Onsuz da ki, müəyyən qadağan olubdur, dindən uzaq düşmə olubdur deyə insanlar onsuz da ki, bir dinindən çox yaddılar. İndi gəlib saqqal görəndə, şalvarın və ya da paltarın ətəyini qısa görəndə onsuz da ki, belə çox təəccüblü baxırlar. Bir vaxt indi biraz əlhəmdülillah ki, indi yaxşıdır. İnsanlar başa düşürlər. Bir vaxtı da çox, yəni ki, vəziyyət acınacaqlı pis vəziyyətdə idi. Yəni bunun üstünə də birisi lazım olmayan bir şey. Bu bəli Allahın buyurduğudur. Yəni bundan keçmək olmaz. Bir də var ki, buna lazım olmayan bir şeyi də sən üstünə gətirib deyirsən, artıq yəni sanki bir suni formada problemi çoxaltmış kimi olursan. Bu da düzgün deyil. Deməli, deyir libasın ətəyi topuqdan aşağı uzatmaq. Deməli deyir ki, bunlara deyir aşağıdakı misal göstərmək olar. Yəni nə deyir ki, yalnız İslam şəriəti qadağan etdiyi geyimlərdən başqa. Yəni biz dedik axı, geyimin əsli halaldır, icazəlidir. Yalnız İslam şəriətimiz qadağan etdiyi geyimlərdən başqa. Onlardan birisi paltarın ətəyi topuqdan aşağı uzanması, topuğun üstündə dura bilər. Deyək ki, bu topuqdursa da, bunun üstünə kim düşə bilər. Amma ondan aşağı düşməsi artıq icazəlidir. Deməli, buna dair hədis var.
Əbu Zər radiyallahu anhu rivayet edir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə buyurmuşdur. 3 qisim insan vardır ki, qiyamət günü Allah onları danışdırmayacaq. Onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir. Əbu Zər deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buna dəlalət eləyən ayəni, Əl-İmran surəsi 77-ci ayəni 3 dəfə oxudu. Və mən dedim ki, onların ümidləri boşa çıxdı. Özləri də ziyana uğradılar. Kimlərdir onlar? Ey Allahın Rəsulü. Yəni bildir də bizə bu dedikləri bu insanlar kimlərdir ki, qiyamət günü bu halla qarşılaşırlar. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, libasının ətəyi topuqdan aşağı uzadan, verdiyini başa qaxan, minnət qoyan yəni. Sonra yalandan and içməklə malını satan kimsələrdir. Yalandan malını and içir, yəni satır. Başqa bir hədisdə isə deyir ki, paltarının topuqdan aşağı düşən hissəsinə görə bu topuqlar cəhənnəm odunda yanacaqdır, deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Deməli, insan istədiyi geyimi geyinir, amma topuqdan aşağı nə eləmir? Bu kişilərə aiddir, qadınlara yox. Qadınlarda isə əslində nə deyir? Topuqdan aşağı düşməlidir, qadının topuğu, ayağı görünməməlidir. Yəni bu bəzən insanlar elə başa düşürlər ki, bu yəni yerdə olan çirkab batıbsadır, ona görə deyil. Əgər elə isə də qadınlar da gərək gödək geyinsin. Ona görə hətta bu barədə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm zövcəsi belə həyat yoldaşı sual verir. Ey Allah Rəsulü, bəzən biz yolla gedəndə bəzən natəmiz yerdən, çirkli bir yerdən keçirik. Belə olduqda biz nə eləyək? Yəni paltarın ətəyi yerlə sürünür arxa tərəfi. Onlar elə bir ki, paltarı qadınlar Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında ümumiyyətcə sünnədir, vacib deyil. Ümumiyyətcə biraz qadının paltarını gərək biraz arxa tərəf biraz quyruq kimi uzun olsun, yerlə sürünən formada. Yəni qadın nə qədər ayağını qabağa atıb yerisə, nə qədər külək əssə də, yəni qalxmaz o, qalxmır. Yəni ki, yəni bu daha yaxşıdır ki, yəni hansı proses yıxılsa da, ayağı burxulsa da, yəni ki, yəni o çox uzun olduğuna görə, yəni ki, örtür də bu. Deyir ki, arxadan sürünən o natəmiz yerdən keçir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, torpaq təmizləyici deyilmi? O özündən sonra gələn, o özündən əvvəlki nə edir? Təmizləyir. Biz bilirik, yəni su olmayanda biz nə edir? Torpaqla təyammüm alırıq. Hətta insan nədir? Təharət də belə daşla, kağızla, bu kimi şeylərlə insan təharət eləyir. Beləcənə də yəni ki, o paltar keçir, ola bilsin natəmiz yerdən keçsin, sən heç bilməyəsən də. Lap sonradan bilərsən ki, ondan sonra o keçib gedir, axı bir nə qədər keçib gedir. Keçib gedir, o keçib gedən sonraki yer onu eləyir, o istərsə o yerə sürtülür də, sürtüldüksə təmizlənir. Başqa bir misal, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biri məscidə gələndə, o vaxtlar məscidə gələndə ayaqqabı ilə girirlər. İndikindən fərqli olar. Çünki o vaxtları məscidin Peyğəmbər sallallahu əleyhi və səlləm məscidin bir hissəsi həsirdən idi, bir hissəsi çınqıl daşı idi. İndi kimi müasir formada deyil, indi olmaz elə ayaqqabı ilə girməkdə, yəni. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, sizdən bir məscidə girəndə qaldır, ayağının altını qaldır, ayaqqabısının altına baxsın. Əgər nəsə bir yəni əziyyət verən bir şey varsa da orada, yəni ki, natəmiz bir şey varsa, ayağını 3 dəfə yerə sürtsün. Sürtsün, ondan sonra məscidə girsin. Deməli, torpaq təmizləyəndir. Məqsəd o kişilərinin şalvarının, yəni ki, yuxarı qalxmağında məqsəd o deyil. Məqsəd burada başlıca, bəli, başqa hədislərdə bildirildiyi kimi təkəbbürlük əlamətidir. Yəni, olmaz. Kişi, yəni ki, bu çalışıb, yəni ki, şalvarın, əyninə geyindiyi paltarın ətəyini topuqdan, ən azından topuğun üstündə və ya da topuqdan yuxarı tutsun. Yəni, bu qadağan olunmuş libas növünə aiddir. Biz dedik axı, libasın əsli halaldır, amma bu hissə isə, o aşağı düşən hissə qadağandır. Sonra gəlir, əziz qardaşlar, qadağaların içində ipək, zarxara. Bu zarxara elə bir ki, ipəyin növlərindəndir. İpəyin bir neçə növü var. Sonra ipək qatışığı olan libas və atlas parça. Bunlar hamısı hədisdə gəlib dibəcdir, istəbraqdır. Hansı ki, istəbraq cənnət insanlarının geyindiyi paltardır. İstəbraq da ipəyin ən yəni ki, yüksək növünə aid olan bir şeydir. Yəni ki, o yəni ipək qarışığı olan kətandır, ipəyin sırf özüdür, ipəyin başqa bir neçə növləri var. Yəni bunlar yəni ki, o bütün ipəyin növləri hamısı nədir? Qadağandır. Deməli deyir ki, buna dair Bəra ibn Azib radiyallahu anh deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə 7 şeyi əmr etdi və 7 şeyi də qadağan elədi. 7 şeyi əmr eləyir, 7 şeyi də qadağan eləyir. O bizə cənazənin ardınca getməyi əmr eləyir. Sonra xəstəni ziyarət etməyi, məclisə dəvət edənin dəvətini qəbul etməyə, bir də sənin məclisə dəvət eləyir, toya, əqiqə dəvət eləyir. Əgər orada haram günah bir şey yoxsa da, yəni ki, vacibdir ki, gedəsən. Məzluma yardım etməyi, yəni bir müsəlman qardaşın əzilirsə də, sıxılırsa da, çalışır insan ona yardım etməlidir. Andını yerinə yetirməyi, and içibsə insan andını yerinə yetirir. Verilən salamı almağı, salam kimsə verirsə artıq nədir? Salamı qaytarmaq bir çox alimlərə görə vacibdir. Salam başlamaq sünnədir. Amma cavab vermək isə vacibdir. Və asqırıb, əlhəmdülillah deyən adama
Yarhamukallah, yəni rəhmət diləmək əmr etdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Bu 7 şeyin içində biri məsələn askırırsa da, indi az əvvəl qardaş askırdı. Yəni elhamdülillah deyirsə də sən ona yarhamukallah deyirsən. Yox, bir insanı askırıb Allah həmd eləmirsə də ona heç nə deyilmir. Heç nə deyilmir. Yəni bizdə də elə sağlam olub bu kimi şeylər şəriətdə gəlmir. Deyir ki, və bizə gümüş qabda yeməyi, gümüş qabda qızıl üzük, ipək, zarxara, ipək qatışı olan libas və atlas parça geyməyə qadağan eləyibdir. Yəni dedi ki, bu zarxaradır, ipək qarışığı olan paltardır, atlas, bunlar hamısı nədir? Hamısı ipəyin növündəndir. Hansı ki, ərəb dilində orada gəlib ki, dibəcdir, sonra istəbraqdır, bir də qasidir. Bunlar hamısı üçü də elə bil ki, ipəyin növü və yaxud da ipək qarışıq olan paltarlardır. Bunlar hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan etmişdir, əziz qardaşlar. Deməli deyir ki, hədisdə olan qadağalar yalnız 6-sı sadalanmışdır. Lakin İmam Buxari Libas kitabında rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ipəkdən olan yəhəri də qadağan etmişdi. Yəni atan eşeğin minin üstünə qoyulan onu da qadağan. Qeyd etmək lazımdır ki, hədisdə qadağan olunmuş 7 şey bu ümmətin kişilərinə aiddir. Necə? Qızıl gümüş qablardan istifadə etmək isə həm kişilərə, həm qadınlara aiddir. Yəni qab kimi istifadə etmək, qab, qaşıq, çəngəl, bıçaq kimi qızıl gümüş istifadə etmək olmaz. Qadın olsun, kişi olsun, fərqi yoxdur. Bu olmaz. Amma geyim kimi məsələn qızıl üzük qadın taxa bilər. İstədiyi barmağına da taxa bilər. Yəni onsuz da gümüş problem yoxdur. Qızılı qadın taxa bilər, ipək qadın geyinə bilər, amma kişi yəni ki, kişi qadın ipək geyinə bilməz, həmçində qızıl üzük taxa bilməz. Yəni qızıldan başqa istəyir, nə bilim, materialı deyək ki, gümüş olsun, istəyir dəmir olsun, alüminium olsun, mis olsun, taxa bilər, problem yoxdur. Kişilərin taxdığı barmaqlar yalnız bu 2 barmaqdır, sağ ya sol. Kişilər yalnız ya sağ ya sol barmağa, ya buna adsız barmaq deyirlər, ya da ki, çəçələ barmaq, bu ikisindən ya sağa sola. Amma qadınlar istədiyi 5 barmaq, sağa da sola da istədiyi barmağı taxa bilərlər. Amma kişilərdə isə hər ikisinə taxmaq, eyni zamanda taxmaq olmaz. Bu bidət əhlinin, xüsusən də rafizilərin və falçıların xüsusiyyətlərindəndir. Olmaz. Eyni zamanda 2 barmağa, kişilərə aid 2 barmağa üzük taxmaq. Hər 2 barmağa və yaxud bəzən görsən 4 dənə ellə, orada da burada deyirlər. Qadınlara problem yoxdur. Qadın bəzənməyə problem yoxdur. Çölə çıxanda yox, əri üçün, yaxud da qadın məclisinə gedirlər, ziyafət məclisi, bu problem yox. Yalnız taxırsa bir üzük taxır, ya sağ, ya sol, o da ki, o 2 barmaqdan. Yəni bu adsız və yaxud da səsələ barmağı ona taxa bilər. Eyni zamanda 2 üzük taxması da dedik ki, bidət əhlinin, əhl-i sünnə alimlər gətirirlər ki, bidət əhli olan insanların əlamətlərindəndir. Deməli dedik ki, qızıl gümüş qabları dedik, paltarlar barəsində dedik. Deyir, yeri gəlmişkən qeyd edək ki, ipək geyinməyi halal saymaq qiyamətin əlamətlərindəndir. Çünki bu barədə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisi var. Abu Amr əl-Əş'ari radiyallahu anhu rivayet edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi: "Ümmətimdən elə adamlar meydana çıxacaq ki, onlar zina etməyi, kişilərə ipək geyinməyi, şərab içməyi və musiqi alətlərindən istifadə etməyi halal sayacaqlar." Deməli burada həmçinin musiqi alətlərində istifadə etmək nədir? Şəriətlə qadağan olunubdur. Yəni deyək görsən halal sayacaq. Deməli haramdır ki, o insanlar halal sayacaqlar. Yəni ki, bunlar olmaz. Bəziləri də dağa yaxın yerlərdə yaşayacaqlar. Çobanlar da bu adamların sürülərini sürüb onların yanına gətirər. Sonra fağır fuqara gəlib onlardan yardım istəyəcək və onlar sabah gələrsən deyəcəklər. Gecə ikən Allah dağı onların bəzilərinin başına uçurdacaq, bəzilərini də meymunlara və donuzlara döndürəcək və onlar qiyamət gününə qədər bu görkəmdə olacaqlar deyir. Deməli, sonra əziz qardaşlar, qadağa məsələlərinə, kişilərə qadın paltarı, qadınlara da kişi paltarı və bir də kafirlərə məxsus olan geyimi geyinmək nədir? Qadağandır, haramdır. Kişi qadın paltarını geyinməsi, qadın da kişi paltarını geyinməsi, istəyir paltar olsun, istəyir baş geyimi olsun, ayaq geyimi olsun, olmaz. Həmçində kafirlərə xas olan xüsusi paltarlar olsun. Bu da həmçinin nədir? Haramdır, olmaz. Deyir, həcc və ümrə niyyəti edib ehrama girən girdikdən sonra izar və ridadan başqa bir şey. Yəni izar və rida nədir? Ağ üstdən və altdan o ağ paltar ki geyinilir. Onu geyinəndən sonra, niyyət eləyəndən sonra alt paltarı, şalvar, çorab və s. geyinmək nədir? Olmaz. Yəni o sadəcə o bu nədir? Həcc və ümrə vaxtına aid olan şeydir. Həcc və ümrə aid vaxtı o qısa bir müddətdən, yəni bir neçə saat və yaxud da həccdə bir neçə gün çəkə bilər.
o həccin başlayıb qutaran vaxtına qədərdir, ehrama girib çıxana qədərdir ki, insan onda artıq geyimi geyinə bilməz. Hətta onda ətir də vura bilməz, saçından dırnağından götürə də bilməz, bəli, evlənə də bilməz, vəli kimi iştirak edə bilməz, kəbində şahid də dura bilməz və digər bəzi qadağalar var. Yəni corab da geyinmək, başını da geyinmək olmaz. Yalnız o nədir? Ayağına geyinirsən, ayağına yəni geyim olur. Amma əyninə geyindiyin ki, o hamımızını görmüşük, yəni ki, o ağ paltar ki, həccilər həccə gedəndə, ümrəyə gedəndə geyinirlər. Yalnız onu. Biri üst geyimdir, biri də nədir? Göbəkdən aşağı olan alt geyimidir ki, yəni o ehram paltarı adlanır. Ondan başqa geyinmək də nədir ki, qadağandır. Sonra övrət yerini bildirən dar şalvar geyinmək. Qadınlar isə ümumiyyətlə ancaq şalvar geyinib naməhrəm qarşısına çıxması haramdır. Ümumiyyətlə qadınlara şalvar geyinib çölə çıxması, birbaşa şalvarda çıxması düzgün deyil, haramdır. Dar paltar geyinmək nəinki qadına, heç kişiyə də olmaz. Yəni hansı ki, övrət yerini vəsf eləyir və ya da bədən cizgilərini, bizdən buna fiqura deyilir, bədənin fiqurasını, cizgilərini göstərirsə də darlıq səbəbindən, yəni ki, bu da olmaz. Belə bu formada geyinmək olmaz. Həmçinin buna əlavə etmək olar, bəzi fasik axır zamanlarda məsələn fasik insanların cırıq şalvarlar geyinmək, yəni bu kimi şeylər sökülük, cırıq, yəni bu kimi geyinmək də nədir? Düzgün deyil. Yəni bəzən görsən ki, elə yer olur ki, övrət yeri, dizlə göbək arası açıq olan yerdir, görsənir. Hətta çox təəssüflər olsun ki, bəzi müsəlmanlarda da belə şey var, görsən, o paltarda namaz qılırlar. Bu problemdir, namaz batil ola bilər. Sonra deyir ki, ölmüş heyvanın aşlanmış dərisindən tikilmiş libas geyinmək olmaz. Ölmüş heyvanın paltarını, o dərisindən nə düzəldirlər, adı nədir, libas düzəldirlər. İndi əvvəl deyirdilər, yəni kurtkalar olurdu, geyimlər olurdu. Onlarda da geyinmək nədir? Bu qadağan olunmuş libasa geyinmə daxildir. Xüsusən də yəni ki, məsələ deyək ki, it dərisidir, donuz dərisidir, bu kimi yəni ki, olmaz. Sonra qəsb edilmiş və ya oğurlanmış paltarı geyinmək. Olsun, paltarın özü normaldır, təmiz halal paltardır, adi paltardır, amma nədir? Oğurlanıbdır, qəsb olunur. Ya biri döyüb əlindən alıbdır, ya da ki, oğurlayıbdır. Bu da nədir? Bu da olmaz. Yəni artıq o paltar insana nədir? Necə ki, yemək, içmək haram olduğu kimi, bu da paltarda haramdır. Necə hədisdə gəlir, deyir, bir nəfər səfərdə olur, üstü başı toz torpaq, başı dağınıq və əlini göyə qaldıraraq ya Rəbbi deyərək çağırır. Deyir ki, onun geyimi də, yeməyi də, içməyi də, qazancı da haramdır. Necə onun duası qəbul olunsun? Ona görə insan belə olanda paltarına da fikir verməlidir. Bəzən nəyin ki, insan yemək içmək tək yox, paltara da fikir verməlidir ki, nədir ki, haram paltar olmasın. Haram paltar olmasın, çünki duanın qabağını alır. Bəzən insan deyir ki, mən dua edirəm, duamın qəbul olmur. Onu baxsın ki, özündə nə problemi var? Hələ deməli, problem o özündə niyə mən Allah məni yapır, amma o nə qədər tutur. Birincisi, bu qadağan olunubdur, belə demək. Mən dua edirəm, duam qəbul olunmur. Bu demək olmaz. Şəriətlə qadağan olur. İkincisi də ki, insan Allahı yox, özünü neynəməlidir? İttiham eləməlidir ki, bəlkə mənim nəsə problemim var. Bəlkə heç ümumiyyətlə duasını düzgün eləmir. Bu birincisi, duasında problem var. Bidətmi, şirkmi, küfürmü var? Və yaxud da məsələn, geyimində, yeməyində nəsə, yəni duanı mane eləyəcək bəzi səbəblər var. Ona fikir vermək lazımdır. Bu da əziz qardaş elmlə olur. Sonra deyək ki, üzərində hər hansı bir canlının rəsmi, yaxud batil bir dini təbliğ edən şəkillər, yaxud batil mənaları ifadə edən yazılar olan paltarları geymək təmsili nədir? Olmaz. Bəzən görsən ki, bəzi müsəlmanlar fikir vermirlər uşağa, bəzi heyvanların və yaxud da bəzi yazılar olan paltarlar geyindirirlər. Yəni ki, onu çox elə önəmsəmirlər. Amma bu, yəni ki, düzgün deyil. Həmçinin bəzən görsən xırda balaca qız uşaqlarına gödək yufqalar, paltarlar geyindirirlər. Uşaq da qanmır, problem yoxdur. Yəni ki, başa düşdü, uşaq da qanmır, o qanmır, sən ki qanırsan. Sən ki qanırsan. Yəni elə geyindirmə. Niyə onu, yəni ki, gödək yox, uzun eləmirsən? Yəni onun, yəni ki, bu düzgün deyil. Yəni ki, insan, yəni uşaq da deyək belə, yəni uşaq da problem yoxdur, uşaq da problem yoxdur. Və yaxud da deyirlər, balaca vaxtından uşağın niyə başını örtürsən? Bəli, balaca vaxtından uşağın başını örtmək vacib deyil. Heç sünnə də deyil. Sadəcə olaraq sən balaca vaxtından, xüsusən indiki zamanədə, indiki devirdə sən elə tərbiyə eləyirsən. Elə tərbiyə eləyirsən? Yox, elə bir ki, hicabla tərbiyə eləyirsən. O formada bəli, yanlış tərbiyədir. Yəni elə öyrədirsən, bəli vacib olmasa da o formada öyrətsən ki, qoy elə bir uşaq balaca vaxtı. Onda deyirsən, qanmır, canına otursun da bu, canına hopsun, bizdə belə bir söz deyirlər. Artıq elə vərdiş eləsin, elə görsün. Çünki bir müddətdən sonra, biraz başa düşəndən sonra bəzən çətin olur. Ya sinif yoldaşları, ya filankəs, ya filankəs, görsən uşaq artıq, görsən seçməyə başlayıb, problem çıxır artıq. Problem çıxır. Hətta buluq olmasa da belə, sən istəyirsən ki, geyindirməyə sən çalışasan, görsən uşaq neynəmir, geyindir. Artıq onda bu problemdir. Allah qorusun.
Nə qədər vaxt getdi? Bir iki dənə oxuyaq ki, 3 dənə hədis oxuyaq. Bu fəsilin elə bil başlığına belə izah edib bu paltar mövzusu. Məsələn bu fəsildə də çox hədis var, hardasa 15-16 hədis var. Biraz paltar mövzusu, bəziləri təkrar hədislərdir. Paltar mövzusu biraz o mövzulara baxanda biraz əhatəli geniş mövzudur. Deməli, əziz qardaşlar, 54-cü rivayətdə Ümmü Sələmə radiyallahu anhə rivayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem ən çox sevdiyi paltar köynək idi. Qamis deyirlər buna ərəb dilində, köynək. Peyğəmbər sallallahu aleyhi ve sellem köynək, yəni qollu, indi bizim bu dediyimiz bu yuxarıdan ki geniyə, yəni tam bu formada olmasa da köynək indi məlum məsələdə, yəni ki, köynək deyəndə nə nəzərdə tutulur? Qollu paltar idi. Yəni qollu paltar idi, yəni ki aşağıdakı yuxarıdan ayıran qollu bir paltar geyinərdi. Yenə də 55-ci rivayətdə də eyni formada Tirmizi rahimehullah yenə eyni formada başqa isnadla, yəni yenə Ümmü Sələmədən Peyğəmbər sallallahu əleyhi və səlləm zövcəsindən hədis gətirir ki, Allah Resulü sallallahu əleyhi və səlləmin ən çox sevdiyi paltar köynək idi deyir. Yenə də qamis gətirir ərəb dilində. 56-cı rivayətdə isə yenə deyir ki, Ümmü Sələmə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləmin geyindiyi paltarlar arasında ən çox sevdiyi paltar köynək idi. Yenə də bu əziz qardaşlar rivayəti gətirir. Deməli deyir ki, o deməkdir ki, deməli burada burada köynək deyildikdə baş və ayaqlar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya başqa buna bənzər bədəni narahat etməyən parçadan hazırlanmış geyim nəzərdə tutulur. Başqa cür desək, hazırda ərəblərin əsəriyyətinin geyindiyi geyim, yəni o cələbiyyət kimi geyinlər, yəni o köynək kimi ki, qolu var bir şey və o formada. Alimlər Peyğəmbər sallallahu əleyhi və səlləmin köynək geyimini daha çox sevdiyi belə izah etmişdir ki, digər geyimlərdən fərqli olaraq bu köynəyi həm geyinmək, həm də soyunmaq, həm də onunla hərəkət etmək daha rahat və daha asandır. Ona görə elə bil ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu elə bil ki, geyimə üstünlük verir. Yəni geyinmək, soyunmaq, həmçə dəstəmaz alanda, yəni ki, bunları eləmək rahat olduğuna görə. Tirmizi rahimehullah da bunu təkrar gətirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu sevirdi, ona görə bu 3 dənə rivayəti 54, 55, 56-cı rivayəti eyni arxa-arxaya gətirib. Deməli, 57-ci rivayətdə Əsma bint Yazid radiyallahu anh'a rivayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin köynəyinin qolu bilək oynağına çatırdı. Biləyin bu oynağına çatırdı. Peyğəmbər sallallahu aleyhi ve sellemin köynəyinin qolu uzun, belə əlini örtəcək formada olmayıbdı. Hətta bir qism alimlər, düzü görüş zəif olsa da, bir qism alimlər deyirlər ki, həmçinin də paltarın da, köynəyin də isbalı var deyirlər. Bəli, belə deyirlər ki, paltarın da isbalı var. Düzdür, görüş zəif görüş olsa, hətta bu rivayətin özü də zəif olsa da, yəni bir qism alimlər bəzi hansıda yollarla hədisi, şahid yollarla etibarı dərəcəsinə çatdıraraq demişlər ki, bu hədisləri istinad eləyərək deyirlər ki, yəni yuxarı geyimin də, qolun da isbalı var. O da ki, hara kimi, yəni belə də elə bil. Bura kimidir. Yəni bundan əlin üstünə düşməsi və yaxud da əli tam örtməsi, əli onun içində gizlənməsi, örtülü qalması, yəni ki, deyirlər ki, düzgün deyil. Yəni ki, bəli, o kafirlərə oxşamaqdır və həmçində Peyğəmbər sallallahu əleyhi və səlləmin özünün geyimi bu formada olubdur, amma rivayətlər zəifdir, amma insan yaxşıdır ki, elə paltar geyinməsin də, yəni. Məsələ deyir ki, o dərəcədə böyük bir şey olmasa da, ixtilaf olmasa da, cüzi bir şey olsa da, yəni ki, elə ixtilafdan çəkinsə, onsuz ki, əlhəmdülillah, bizdə elə o dərəcədə uzun qollu geyinmir, heç kim o tərəfə geyinmir. İndi birdən elə bir şey olarsa da, elə bir paltarla qarşılaşsan, bir şey eləsən, çalış, yəni çirmələr və yaxud da ki, kəsdir və yaxud da ümumiyyətlə əvvəlcədən onu seçib elə uzunluğu çalış alma. 58-ci rivayətdə Qurra radiyallahu anh deyir ki, mən və Muzeynədən olan bir dəstə adam Peyğəmbərin sallallahu aleyhi ve sellem yanına gəldik ki, ona beyət edək. Onun köynəyi ilmələnməmişdi deyir. Yəni düymələnməmişdi. Bəli. Yaxud köynəyin düyməsi ilməyə keçirilməmişdi. Sonra mən əlimi onun köynəyinin boynuna salıb onun peyğəmbərlik möhrünə sürtdüm. Yəni təbarruk kimi də elə bir şey. Peyğəmbər sallallahu aleyhi ve sellem biz bilirik paltarı ilə, əşyaları ilə, bədəni ilə təbarruk etmək gəlib o yalnız peyğəmbərlərə aiddir. Yalnız peyğəmbərlərə aiddir, peyğəmbərlərdən başqasına olmaz. Bəziləri də bunu Yusuf əleyhissalamın köynəyini Yaqub əleyhissalama göndərməsinə misal çəkir. Yusuf əleyhissalam kim olubdu? Peyğəmbər olubdu. Sağ olubdu. Yox, hətta öləndən sonra da problem yoxdur. Peyğəmbərlərdən qalan əşya ki var, onların o
geyimi olsun. Öləndən sonra da o dəqiq 100% bilinirsə də ondan sonra da tabarruk niyyəti ilə istifadə etmək. Amma peyğəmbərlərdən başqa kimliyindən asılı olmayaraq, Əhl-i Beytin kimi olsun, Peyğəmbər sallallahu qızı Fatimə də olsun, ona ən yaxın olan kimliyindən asılı olmaz. Yusuf əleyhissalamın köynəyini ki göndərməsi ki, aparın atamın üzünə sürtün və ya üzünə atın ki o gözü açılsın. O da peyğəmbərdir. Bu da Yusuf əleyhissalamın peyğəmbər olmasına görədir bu. Yəni onu Yusuf əleyhissalamla başqa insanlar eyni müqayisə oluna bilər? Yox, olmaz. Yusuf əleyhissalama vəhiy gəlirdi. Peyğəmbər idi. Özü də rəsul idi eyni zamanda. Seçilmiş başqa peyğəmbərlərdən, rəsullardan üstün tutulmuşlardan idi. Çünki birincisi Quranda da keçir. Adına surə var. Bir çox rəsul və peyğəmbərlər var ki, biz adını bilmirik. Deməli bu adı Allah Taala bunu onun qissəsini, hekayəsini bizə nümunə gətirirsə də, bizə bildirirsə də, deməli o digərlərdən üstündür. Xüsusən də sonuncu kitabı Qurani-Kərimdə bildirirsə. Deməli, yəni ki, o peyğəmbərdir və digər peyğəmbərlərdən də fəzilətlidir, üstündür və onun etdiyi o köynəni göndərməsi də normal bir şeydir ki, yəni ki, o nəinki onu başqa birisinə də göndərsə, yəni ki, o təbarruk niyyəti ilə eləyə bilər. Amma onu götürüb başqasına müqayisə etmək, qiyas etmək isə batil bir şeydir. Bunu heç kim deməyibdir. Deyənlər isə yəni başa düşməyən adamlardır. Şəriətdən anlaşı olmayanlar. Deməli, 59-cu rəvayəti oxuyan Ənəs ibn Malik radiyallahu anh rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Usama ibn Zeydə söykənmiş halda evindən çıxdı. Peyğəmbər sallallahu aleyhi ve sellem elə bir ki, ölümünə az qalmış axır-axırda, elə bir ki, onu Usama ibn Zeyd çiynindən tutur, elə bir ona söykən cəmaət namazına gətirir. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem hətta son nəfəsində belə, ağır halda belə cəmaət namazına çıxardı, əziz qardaşlar. Cəmaət namazını belə ötürməz. Biz bilirik, cəmaət namazı hətta döyüşdə belə, yalnız lap axır şiddətli döyüş hissəsinə, döyüşdə belə cəmaət namazı tərk olunub. O ki, qaldı insanın normal halda yaşadığı formada. Deyək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əynindəki qitr bürüncəyinə bürünmüşdü. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib cəmaata namaz qıldırdı. Yəni bu, elə bir ki, o bürüncək ki var, bu bir növdür. Deyək, burada qitr bürüncəyi deyildikdə Yəməndə hazırlanmış üzərində millər olan bürüncək nəzərdə tutulur. Yəni bu Yəmən xalqına, cəmaatına xas olan bir bürüncək yolu, paltar növü olubdur. Mən onu sizə telefonda sonra göstərəcəm, internetdə tapmışam onu. Göstərərəm. Peyğəmbər sallallahu aleyhi ve sellem elə bir ki, o geyimdə ömründə az qalmış, axır xəstəlik vaxtı Usama bin Zeyd radiyallahu anh götürür gətirir cəmaatı. Yəni o sahabə gördüyünü, onun o əynində gördüyü geyimi nəql edir də, insanlara ki nəql edir. Biz də ona baxırıq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nə geyinibdir. Biz Peyğəmbər sallallahu aleyhi ve sellem öyrəndik axı. Biz dedik ki, elm də nədir? Elm də Allah'a öyrənməkdən sonra da Peyğəmbər sallallahu aleyhi ve sellem öyrənməkdir. Heç nəniz qardaşlar, yerində 10 dənə hədis qaldı. Gəlin dərsdə götürək, çox uzatmayaq. Əsas keyfiyyətdir, kəmiyyət deyil. Əsas başa düşməkdir, anlamaq, yadda saxlamaq, sonra çalışıb ona əməl etməkdir. Əsas yadımızda saxlayaq. Yəni Allah bizə xeyirli, bərəkətli ömür qismət eləsin, uzun itayətli, ibadətli ömür qismət eləsin. Biz bunları üzərimizə düşən şeyləri öyrənək ki, yəni səbr eləyib, əsas elm nədir? Gecəni gününüzü sərf eləyərək səbirlə, təmkinlə, tələsmədən yavaş-yavaş öyrənməkdir. Ona görə sələflərimiz deyərdilər ki, kim elmi birdən öyrənmək istəyirsə, birdən də məhrum olur. Bizdə belə bir söz deyilər, el arasında bir əldə iki qarpız tutmaq olmaz. Bəli, həmçində başqa bir sözdə deyirlər ki, biraz sələflərdən biraz ağır sözdür ki, deyir, 2 nəfər elmi öyrənə bilməz. Təkəbbürlü və utanan. Ona görə insan gərək utanmamalıdır, soruşmalıdır. Şərt deyil ki, cəmaatın içində soruşur. Elə bir şey olsun ki, insan utanır, təhlükdə soruşsun. Və yaxud da telefon var, başqa vasitələr var. WhatsApp-da yazsın, soruşsun. Utanan bir də təkəbbür eləyən. Mən hansı yaşımdır, mən hansı vəzifənin, rütbənin, nəyin sahibiyəm, mən kimlərlə otururam, bu olmaz. Yəni bu təkəbbürlük ümumiyyətcə şəriətdə haram olunan bir şey. Təkəbbürlük Allahın sifətlərindəndir. Allah əl-mütəkəbbirdir. Yəni insan Allahın sifətini bilsə, yəni o sifətdə özündə saxlamaz. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, qəlbində zərrə qədər təkəbbür olan cənnətə girməz. Və bu təkəbbürlük görsə insan bir çox xeyirdə məhrum olur. Onlardan da birisi nədir? Elmi öyrənmək. Allah Taala'dan istəyirəm, Allah Taala bizə eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daim harada olursa Allah qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və əshabihi əcməin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illə ent, əstəğfiruka və ətubu ileyh.